Salam, hər vaxtınız xeyir. Əziz abituriyentlər və hörmətli müəllimlər, xüsusilə də sertifikasiya imtahanına hazırlaşan müəllimlər. Deməli, 11-ci sinif dərsliyimizdə səhifə 90-da mikroorqanizmlərin seleksiyası biotexnologiya mövzusunda verilmiş bu tapşırığa diqqətlə baxın. Sizin qarşınıza bu çıxa bilər. Belə deyək də, burada çətin bir şey yoxdur əslində. Amma tapşırığı həll edib sizlərə göstərmək istədim. Ümumiyyətlə, sertifikasiya sınağı da bizə göstərdi ki, əsasən kənar bucaqdan suallar düşəcək. Yəni, biologiya elmi dərin elmdir. Yəni, biologiya elminin elə mövzuları var ki, ümumiyyətlə, biologiyada elə mövzular var ki, təməl mövzulardır. Amma baxanda görürük ki, əsas məğz qalıb bir tərəfdə, kənar bucaqdan belə deyək də, suallar hazırlanır. Sanki müəllimləri də çaşqınlıq yaratmaq üçün belə suallar hazırlanır ya da bilmirəm, başqa, yəni ya asan etməyə çalışırlar, ancaq tam alındıra bilmirlər. Yəni mən də başa düşmürəm əslində bu nə deməkdir. İllərdir miqdən əziyyət çəkən onsuz da müəllimlər, indi də sertifikasiyada bu formada sualların olmasına mən də etiraz edirəm. Deməzdim çətin suallar, sınaqda çətin suallar oldu. Orada çətin sual yox idi. Sadəcə maraqlısı odur ki, yəni biologiyada bu qədər insanın məsəl üçün qan damar sistemindən məsələ tipli suallar salmaq olardı, skeletdən məsələ tipli suallar salmaq olardı, sinir sistemindən yaxşı suallar hazırlamaq olardı, zoologiyadan çox gözəl suallar hazırlamaq olardı. Yəni, bütün hər bir şey qaldı bir kənarda. Sanki tapmaca tipli suallar hazırlanır. Buradan da yəni, müəllimlərə dəstəyimi istədim verim. Burada nə var? Deməli, əziz müəllimlər və abituriyentlər, şəkildə toxuma kulturası üsulu ilə bitki alınması verilmişdir. Aşağıda verilənlərlə şəkillər arasında uyğunluğu müəyyən edin. Onları ardıcıl düzün, nəticəni ümumiləşdirərək toxuma kulturası üsulunu şərh edin. Deməli, burada birinci verilən bizdə A uyğun gələcək 6-ya, hüceyrəsi alınan bitki verilib burada, yer köküdür. Deməli, B uyğun gələcək bizdə 7-yə, bitkidən ayrılan hüceyrələr burada göstərilib. Deməli, hüceyrəsi ayrılan bitki, bitkidən ayrılan hüceyrələr. C isə uyğun gələcək 3-ə, törədici toxuma. Birdən sizdən sual yarana bilər ki, necə oldu ki, B-də hüceyrə, C-də törədici toxum oldu? Belə ki, həmin hüceyrələr törədici toxumanın hüceyrələridir. Yəni, bölünüb çoxalıb, yəni toxumanı əmələ gətirir. D-də isə bizdə uyğun gələcək D5-ə, hüceyrələrin alınması, həmin törədici toxumadan hüceyrələr kənarlaşdırılır. Y isə uyğun gələcək bizdə 1-ə, hüceyrə kulturasında hüceyrələr yerləşdirilir. F isə bizdə uyğun gələcək cücərtinin alınması, burada artıq cücərti alınır. G isə uyğun gələcək torpağa bastırılma. Mən elə gəlir A ilə G-ni müəyyən etmək çox asandır. Hətta deyərdim F-i də. Çünki burada biz nə görürük? Bitkidən ayrılan hüceyrələri, daha doğrusu hüceyrəsi ayrılan bitkini görürük. G-də isə torpağa bastırılma görürük. Çaşqınlıq B, C, D, Y hissəsində yarana bilər. Hətta deyərdim Y-də də burada hüceyrə kulturasında hüceyrənin yerləşdirilməsində ola bilər. Bax, burada çaşqınlıq yaşaya bilərsiniz. Yenə deyirik B-də deməli, yer kökündən hüceyrələr ayrılıb, hüceyrələr bölünməsi təmin olub. Yəni, törədici toxumanın hüceyrələri olduğu üçün onlar çoxalıb törədici toxumanı əmələ gətirib. Sonra törədici toxumadan hüceyrələrin ayrılması, ayrılandan sonra Y bizdə oldu, hüceyrə kulturasında hüceyrənin yerləşdirilməsi. F isə bizdə nə oldu? Cücərtinin alınması. G isə deməli, torpağa bastırılma. Diqqətiniz üçün minnətdaram. Çalışıram ki, kitabımızda, dərsliyimizdə olan şəkilləri, tapşırıqları, xüsusi məqamları diqqətinizə çatdırım ki, yəni bizə yenə də mən təkrar edəcəm, ancaq tapşırıqlarda, şəkillərdə çox məqam gizlidir. Ona görə də diqqətli olmalıyıq.